bir axmaq bir vəziyyətdə tamaşaçını güldürən bir aktyordur. Aktyor demək olarsa ona, yəni insan və eyni tipli bir ancaq Mr. Bean'dir. Çünki onun... Mən bu adamın videosuna baxıram və əsəbdən partlayıram. Çünki çox maraqlıdır ki, bu adam, yəni Mr. Bean xarakterinə söz soxur, hansı ki, o xarakter bütün dünyada populyardır. Bəs sən nə ilə populyarsan? Səni Azərbaycandan kənarda Azərbaycanlılardan başqa heç kim tanımır. Amma Rowan Atkinson'un canlandırdığı Mr. Bean rol demək olar ki, bütün dünyada sayılıb seçilən rollardan biridir. Sən isə həmən adama söz soxmağa çalışsın, o oynadığı rola. Nəysə, başqa heç nə deməyəcəm. Onu deyəcəm ki, sən 50 ildə bundan sonra yaşaya bilsən, o karyerada sən oturub nəsə eləməyə çalışsan, sən heç vaxt onun yerini tuta bilmərsən. 50 ildə işləsən, sən o adamın oynadığı Mr. Bean xarakterinə çata bilmərsən. Gör kimə söz uzadırsan. Kimə? O adamın özdə başqa filmləri də var. Onun elə intervyularına baxsan, elə orada elə bil ki, o intervyuda belə rol oynayır sanki. Sən nə edirsən bəs? Nəysə.